Bismillah, velhamdülillah, və salatu və salamu ala rasulillahi əmmə ba'd. Deməli, qardaşlar sual verir ki, dində elə bidətlər varmı ki, o bidətlərlə insan nəinki sələfiyyət, yəni sünnət dairəsindən, hətta İslam dairəsindən çıxsın. Yəni, müsəlman o bidəti ilə kafir olsun. Təbii ki, belə bidətlər var. Ümumiyyətlə, sələfin, əhl-i sünnətin etiqadına görə bidətlər hamısı eyni səviyyədə deyil və bidətlər cürbəcür növlərə və qismlərə ayrılır. Məsələn, böyük bidət, kiçik bidət, həmçinin əməli bidət və etiqadi bidət. Və bu etiqadi bidət özü də bir neçə qismə bölünür. Və o qismlərdən məsələn, insanı dindən çıxaran, yəni onun kafir olmasına səbəb olan bidətlər və bir də insanı dindən çıxarmayan bidətlər. Və insanı dindən çıxaran, yəni müsəlmanın kafir olmasına səbəb olan bidətlərə misal göstərmək olar cəhmilərin xalqul Qur'an bidətini. Yəni, Qur'ana məxluq demək, bu əqidə küfür olan əqidədir, yəni böyük küfürdür. Və bununla yanaşı, bu əqidə həm də bidət olan əqidədir. Yəni, dində heç bir əsli olmayan və cəhmilərin, Cəhm ibn Safvanın sonradan dinə saldığı küfrü bir bidətdir. O səbəbdən kim Qur'ana məxluq desə, bu əqidəyə sahib olsa, buna iman etsə, bu əqidəsi ilə o dində əsli olmayan bir bidətə düşmüş olur, hansı ki bu bidət, bu əqidə də böyük küfürdür və insanı dindən çıxarır. Təbii ki, bu ümumi hökmdür. Yəni, təkfirin şərtlərinin ortada olması və təkfirə maneə olan halların aradan qalxması şərtdir. Yəni, bunu ayrıca qeyd etməyə lüzum görmürəm.